Salam. Bugün şəxsi inkişafın bəzən çox gözlənilməz, hətta qeyri-adi yollarla necə baş verə biləcəyindən danışacağıq. Bəli, salam. Bəzən elə bir təcrübə olur ki, insanın bütün həyat baxışını demək olar alt-üst edir. Məhz elə və bugün əlimizdə Ceylan Momoğlu'nun Ölümə Yaxın Təcrübə adlı yazısından bəzi çox maraqlı məqamlar var. Gəlin baxaq görək bu təcrübə fərdi inkişafa necə təsir edir. Və Ceylan Momoğlu fenomeni dediyimiz şey aslında nədir? Bunu anlamağa çalışaq. Bəli, əsas məqsədimiz Ceylan Momoğlu'nun hələ 9 yaşında anemiya üzündən keçirdiyi və özünün ölümə yaxın təcrübə, yəni ÖT adlandırdığı hadisənin onun şəxsiyyətinə, dünya görüşünə necə təsir etdiyini anlamaqdır. Düzdür. Bu, bir növ şəxsi inkişaf üçün, necə deyim, qeyri-adi bir yol kimi görünür. Bəs ÖT nədir ümumiyyətlə? Mənbədə bu yuxuya bənzəsə də ondan qat-qat real, çox canlı, yadda qalan bir təcrübə kimi təsvir olunur. Yəni ölümə çox yaxınlaşanda yaşanan bir haldır. Ceylan Momoğlu özü də yazır ki, insanlar tez-tez onunla danışandan sonra rahatladıqlarını deyirmişlər, hətta bəzən onu psixoloqla səhv salırmışlar. Bax, elə bu reaksiyalar onu öz təcrübəsini daha dərindən araşdırmağa itələyib. Maraqlıdır. Onun öz təcrübəsi necə olub bəs? Mənbədə təsvir edilirmi? Edilir, bəli. Klassik OYT əlamətləri deyirlər buna. Parlaq bir işığa doğru, çox sürətli hərəkət. Aha. O tunel effekti deyilən şey yəqin. Bəli, bəli. Sonra inanılmaz bir rahatlıq, sakitlik hissi, sonsuz bir sevgi duyğusu, hətta geri qayıtmaq istəməmək hissi. Və cəmi 9 yaşında. Təsəvvür etmək çətindir. O əvvəl düşünüb ki, yəqin bu hamıda olur. Amma sonra anlayıb ki, yox, bu çox xüsusi bir haldır. Və yaddaşında da çox canlı qalıb deyir. Doğrudan da təsirlidir. Bəs yaxşı, bu tək onun təcrübəsi deyil yəqin ki. Ümumiyyətlə, belə təcrübə keçirən uşaqlarda başqa nələr müşahidə olunur? Var müşahidələr. Mənbədə Kenneth Ringin araşdırmalarına istinad edilir. Məsələn, deyilir ki, bu uşaqlarda universal sevgi hissi, yəni hər kəsə qarşı bir sevgi, mərhəmət güclənir. Yaşlarına uyğun olmayan dərin mənəvi, fəlsəfi mövzulara maraq yaranır. Hətta işığa, səsə qarşı həssaslıqları arta bilir. Elə bil ki, dünyaya fərqli sensorlarla baxmağa başlayırlar. Çox maraqlıdır. Bəs elm nə deyir bütün bunlara? Yəni, bu qədər subyektiv görünən, mistik təsir bağışlayan təcrübələrin hansısa elmi izahı varmı? Elm təbii ki, çalışır izah tapsın. Mənbədə də bəzi ehtimallar qeyd olunur. Məsələn, o dərin sakitlik hissi var ha? O rahatlıq. Bəzi alimlər onu stres zamanı qanda noradrenalin hormonunun səviyyəsinin kəskin azalması ilə əlaqələndirirlər. Yəni, bədən bir növ sönmə rejiminə keçir. Bəs o ölən qohumları görmək ya da tunel effekti? Baxın, ölən qohumları görməyi bəzən yenə stres anında, bəlkə də beynin özünü qoruma reaksiyası kimi izah edirlər. Tunel və işıq effektini gözün tor qışasındakı hüceyrələrin fəaliyyətindəki dəyişikliklərlə. Yəni, oksigen çatışmazlığı falan? Bəli, oksigen çatışmazlığı və ya qanda karbon qazının artması da səbəb kimi göstərilir. O, həyat lenti deyilən, bütün həyatın göz önündən keçməsi isə yaddaş hüceyrələrinin fərqli aktivləşməsi ilə izah edilməyə çalışılır. Amma bunlar tam izah deyil deyəsən? Elədir. Tam və qəti izah yoxdur. Hətta mənbədə də qeyd olunur ki, bəzi alimlər, həkimlər özləri ÖYT yaşadıqdan sonra daha çox mənəvi, hətta dini izahlara meyl ediblər. Lap yaxşı. Elmi tərəfi bir qədər müəmmalı qalsa da, əsas məsələ bu təcrübənin insana psixoloji təsiridir, elə deyilmi? Yəni, sonrası nə olur? Ceylan Momoğlu özündən nə kimi dəyişikliklər görüb? Ringin araşdırmaları nə deyir? Tamamilə doğru. Əsas məsələ budur. Ən birinci və ən əsas dəyişiklik. İnsan əvvəlki kimi qalmır. Dünyaya baxışı kökündən dəyişir. Necə dəyişir konkret olaraq? Mənbədə ən çox rastlanan hal kimi, başqalarının rifahı üçün daha çox narahat olmaq göstərilir. Yəni, empatiya çox güclənir. Səbir, mərhəmət, sevgi hissləri sanki yeni bir ölçü qazanır. Yəni, daha yardımsevər olurlar. Bəli, başqalarının problemlərinə həssaslıq artır. Kömək etmə istəyi çox güclənir. Bəzilərində, məsələn, maddiyata, material dəyərlərə maraq azalır. Əvəzində mənəvi dəyərlərə bağlılıq, özünü anlamağa, daxili aləmi kəşf etməyə səy artır. İntuisiya güclənir deyilir, bu da var.
Bəli, intuisiya və ümumiyyətlə həssaslığın artması da tez-tez qeyd olunan dəyişikliklərdəndir. Sanki insanın 6-cı hissi açılır. Deməli, bu sadəcə qorxulu və ya qəribə bir yuxu deyil. Bu həqiqətən də insanın, necə deyim, daxili kodlarını yenidən yazan, onu daha dərin bir mənəvi səviyyəyə çıxaran bir hadisədir. Məhz elə. Bir növ mənəvi oyanış, güclənmə və çox sürətli fərdi inkişaf baş verir. Və Ceylan Mumoğlu fenomeni də məhz bu sürətli transformasiya ilə bağlıdır, eləmi? Bəli, diqqət çəkən əsas məqam budur. O özü də yazır ki, OYT yaşayanlar bəzən illərlə meditasiya edən, fərdi inkişafa vaxt sərf edən insanların çatdığı daxili rahatlığa, anlayışa daha qısa müddətdə çata bilirlər. Sanki qısa yoldan gedirlər. Bəli, amma çox kəskin, çox intensiv bir yoldur bu. Və təbii ki, o özü də qeyd edir ki, hələ bu yolun çox başlanğıcındadır. Yəni, öyrənmə prosesi davam edir. Mumoğlu bu təcrübəni dini mətnlərlə, konkret olaraq Qurani Kərimlə də əlaqələndirir deyəsən, mənbədə ayələrə istinad var idi. Hə, var. Məsələn, Allah istədiyi kəsə hikmət bəxş edir. Siz yalnız ona qaytarılacaqsınız. Ruh Rəbbimin əmrindəndir kimi ayələri qeyd edərək, bu təcrübəni özü üçün bir mənəvi oyanış, bir hikmət və dərin bir şükür mənbəyi kimi gördüyünü ifadə edir. Bu, onun təcrübəni öz daxili dünyasında mənalandırma yoludur. Deməli, ümumiləşdirsək, Ceylan Mumoğlu nümunəsində gördüyümüz kimi, ölümə yaxın təcrübə kimi çox kəskin, hətta travmatik görünə bilən bir hadisə. Əslində, insanın psixoloji dayanıqlılığını artıra, həyata baxışını tamamilə müsbətə doğru dəyişdirə və şəxsi inkişafını, bəli, inanılmaz dərəcədə sürətləndirə bilir. Empatiya, mərhəmət, mənəvi axtarışlar, başqalarına yardım etmək istəyi kimi keyfiyyətlər ön plana çıxır. Və bilirsinizmi, bu təcrübə haqqında öyrənmək, onu anlamağa çalışmaq, hətta birbaşa yaşamadan belə sizin üçün də çox düşündürücü ola bilər. Çünki bu, hər bir insanın daxilindəki o dəyişim potensialını göstərir. Çətinliklərdən necə güclənərək çıxmaq olar, bəlkə də. Bəli, məhz onu. Təbii ki, ÖYT çox kəskin bir haldır, amma hər birimizin həyatında az və ya çox dərəcədə bizi silkələyən, fərqli düşünməyə vadar edən anlar, dönüş nöqtələri olur. Vacib olan onlardan nəticə çıxarmaqdır. Onda belə bir sual ortaya çıxır, bəs sizin həyatınızda? Bəlkə ilk baxışda o qədər də dramatik görünməyən, amma əslində sizin dünya görüşünüzü dəyişən, sizi bugünkü siz edən hansı gözlənilməz təcrübələr, hansı hadisələr olub, hansı an sizin şəxsi inkişafınız üçün bir növ katalizator olub? Bu barədə düşünməyə həqiqətən də dəyər.